üçün və dedik ki, əsas xəbər ondan ibarətdir ki, hökumət hazırda Milli Məclisdə hesabat verir və hesabatı Baş nazir Əli Əsədov təqdim edir. Bu müstəvidə yeni bir açıqlama da var. İstəyərdim ki, onu mən sizinlə bölüşüm. Digər detalları isə az sonra ayda çatdıracaq. Azərbaycan 2024-cü ildə ATƏT-in vahid büdcəsi üzrə müzakirələrdə Minsk prosesinə aid ATƏT təsisatlarının proqram fəaliyyətlərinə vahid büdcədən vəsait ayrılmasının əleyhinə olub. Elə bu məsələdə Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatda öz əksini tapıb. Bildirilib ki, buna səbəb Minsk prosesinə aid ATƏT təsisatlarının proqram fəaliyyətləri ilə bağlı konsensusun olmaması olub. Diqqətə çatdırılıb ki, il ərzində ATƏT-in strukturlarında aparılan müzakirələr izlənib. Azərbaycan üçün əsas əhəmiyyət kəsb edən məsələlərə, o cümlədən post-münaqişə dövrü ilə əlaqədar olaraq ATƏT-in icraçı strukturlarının Azərbaycanın maraqlarına uyğun olmayan fəaliyyətinin neytrallaşdırılması üçün müvafiq tədbirlər görülüb. Bir daha qeyd etmək istəyirəm ki, ATƏT-in vahid büdcəsindən qurumun Minsk prosesinə aid təsisatlarına pul ayrılmasının əleyhinə olub. Minsk qrupu ümumiyyətlə tarixə qovuşub. Dövlət başçısı dəfələrlə bunu vurğulayıb. Bir daha ötən gün çıxışında diqqətə çatdırdı və daha sonra isə prezidentin köməkçisi Hikmət Hacıyev bu məsələyə toxundu. Bu səhər saatlarında isə Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan da deyib ki, sülh müqaviləsi imzalanacaqsa, ATƏT-in Minsk qrupuna da ehtiyac yaranmayacaq. Bir daha vurğulayım ki, bu məsələlər hazırda Milli Məclisdə Nazirlər Kabinetinin hesabatında da öz əksini tapıb. Az öncə səsləndirdiyim xəbəri nəzərdə tuturam və Ayda Zərgərli daha nələr danışılıb, hesabatda daha nələr əks olunub. Bu haqda məlumatı bizimlə bölüşəcək. Ayda, hər vaxtın xeyir olsun. Hər vaxtınız xeyir olsun Çinarə. Səhər saatlarından etibarən plenar iclasda Nazirlər Kabinetinin 2024-cü ilə dair hesabatı təqdim olunur Əli Əsədov tərəfindən. Bəli, həm sosial, həm siyasi, eləcə də iqtisadi aspektdən yanaşmalar, hansı işlər görülübsə bu barədə məlumatlar ötürülür. Bəzi məlumatları sən diqqətə çatdırdın. Əsas məqamlardan biri də Ermənistana hərbi yardımın verilməsinin qarşısının alınması, məhdudlaşdırılmasına nail olundu deyə vurğuladı Əli Əsədov. Qeyd etdi ki, bu günə qədər Fransa tərəfindən Ermənistana müəyyən silah yardımları olurdu və bu da təbii ki, Azərbaycan-Ermənistan arasındakı münaqişələrə gətirib çıxarda bilərdi. Ancaq Avropa İttifaqı ilə müəyyən danışıqlardan sonra artıq bu prosesin məhdudlaşdırılmasına Azərbaycan tərəfi nail olub deyə vurğuladı. Bundan başqa isə digər korrupsiya məsələləri ilə də bağlı statistik rəqəmlər ortaya çıxıb və eləcə də sosial, siyasi, iqtisadi məsələlər də var ki, digər məsələləri də diqqətinizə çatdırmağa çalışacağım qısa bir müddət ərzində. Deməli, ötən il ərzində korrupsiya ilə bağlı 43 nəfərlə bağlı cinayət işinə başlanılıb və bu istiqamətdə araşdırmalar aparılıb. Ötən il ərzində nöqsanlara görə isə 17 polis xidmətdən azad edilib, 13-ü vəzifəsindən azad edilib və bununla yanaşı 116-sı isə digər tənbih tədbirləri görülüb onlar barəsində və bəzilərinin 6 nəfərinin isə xüsusi rütbəsi bir pillə aşağı salınıb deyə vurğulandı. Daha sonra isə azad olunan ərazilərlə bağlı qeyd olundu ki, azad olunan ərazilərdə qəbristanlıqların ayrılacağı torpaq sahəsi qeyd olunub. Bunlar arasında Zəngilan, Qubadlı, Laçın yaşayış məskənlərinin olduğu istiqamətlər nəzərdə tutulub və hər bir rayona təxmini olaraq 5, 6 və hətta 10 hektara qədər ərazilər yer ayrılıb deyə vurğulanır və bu günə qədər köç prosesi 10 mindən çox insan artıq köçürülüb ora və çəkilən yollarla da bağlı qeyd olundu ki, işğaldan azad olunan ərazilərə 3000 kilometr yol salınıb. Bu da Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilib və bu istiqamətdə hələ də yolların çəkilməsi istiqamətində işlər görülür və prezident tərəfindən müəyyən büdcədən pullar ayrılır deyə vurğulandı və ötən il iki tərəfli və çox tərəfli əsasda 38 ölkə ilə Azərbaycan tərəfindən 201 sənəd imzalanıb. Bunlar arasında Xarici İşlər Nazirləri arasında da olub, prezidentlər səviyyəsi, liderlər səviyyəsində də olub ki, müəyyən məsələlər ətrafında müəyyən razılaşmalar əldə olub. Daha sonra isə sosial yardımlardan biri də odur ki, mənzil və avtomobillərin sayı açıqlanıb ki, ümumilikdə 800 mənzil verilib. Qarabağ müharibəsində iştirak edənlər, Çernobil hadisələrində olanlar, eləcə də 1-ci Qarabağ müharibəsində iştirak edən
şəxslər üçün və 93 avtomobil təqdim olunub və bu proses hələ də davam edir. Təbii ki, bundan sonra da 2025-ci ildə də nə qədər olacaqsa, bu da informasiyalarda yenilənəcək. Bununla yanaşı dövlət xətti ilə 5000-ə yaxın ipoteka krediti verilib və bu istiqamətdə də təbii ki, bunun sayının artırılması istiqamətində də müəyyən güzəştlərin əldə olunacağı deyilir və işğaldan azad olunan ərazilərdə mina təmizləmə işləri həyata keçirilir. Hər gün bu proses fasiləsiz olaraq davam etdirilir və torpaqlarda 61.000 hektar artıq 65.000 hektar artıq təmizlənib deyə vurğulandı. Ümumilikdə isə 62.000 hektar isə keçən il üçün nəzərdə tutulub. Ancaq bu günə qədər, yəni 2021-ci ildən bu proses başlanılıb. Ümumilikdə 65.000 hektar təmizlənib və yenə də bu proses davam edəcək. Daha sonra isə xərclənən ümumi, yəni həm minaların təmizlənməsi, həm yeni həyatın qurulması istiqamətində dövlət büdcəsindən 2021-ci ildən bu günə qədər ayrılan pul 18 milyard manata çatdırılıb. Çinarə Əli Əsədov bunu vurğuladı və münaqişə zonalarında döyüşmüş 5 nəfərlə də bağlı informasiya var ki, döyüşmüş 5 nəfər Azərbaycana qayıtmaq istədiyi təqdirdə həmin şəxslər saxlanılıb və bu aspektdə xaricdə münaqişə ocaqlarında yaşayan Azərbaycanlılar ancaq xarici vətəndaşdırlarsa, onların Azərbaycan vətəndaşı olması üçün proseslər asanlaşdırılıb və bunun asanlaşdırılmasında da əsas məqsəd Əli Əsədov vurğuladı ki, məhz həmin şəxslərin digər ölkələrdə həlak olmasının qarşısının alınması istiqamətindədir ki, həmin şəxslər Azərbaycan vətəndaşı olmaq üçün müraciət etdikləri təqdirdə həmin proses onlar üçün asan olacaq və su təsərrüfatına ayrılan məbləğ də 540 milyon manat təşkil edib ki, bu suyun təmizlənməsi istiqamətində, eləcə də torpaq sahələrinin yaxşılaşdırılması istiqamətində ayrılan puldur və bununla yanaşı prezidentin sərəncamı var ki, həmin sərəncama uyğun olaraq da dəniz suyunun duzsuzlaşdırılması istiqamətindədir ki, bu prosesi də artıq 2025-ci ildən başlanacağı ehtimalı var. Eyni zamanda Qarabağ ərazisində yenidən bərpa qurulacaq işlərlə bağlı dövlət büdcəsindən 5 milyard da bunun üçün ayrılıb deyə vurğulandı və hələlik ki, çatdıracağım informasiyalar Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü ilə dair hesabatından bu qədərdir. Ancaq yenə də hələ ki, iclas davam edir. Yenilənmiş informasiyalar olduğu təqdirdə gün ərzində efirdə biz izləyicilərimizin diqqətinə çatdırmağa çalışacağıq. Amma bu qədər məndən Çinarə, söz yenidən səndə. Təşəkkürümü bildirəm Aydə. Elə hesabatla bağlı önəmli nüansları tamaşaçılarla bölüşdün. Qeyd olunduğu kimi hələ ki proses davam eləyir. Yenilənən informasiyaları da diqqətinizə çatdıracağıq. Ancaq anonslara baxaq.